Salam əziz tamaşaçılar, hər birinizə xoş gördük. Mən Nuray sizinləyəm. Bugün də tək deyiləm. Qonağım iş adamı Arif Zeyndir. Arif bəy, verilişimizdə xoş gördük sizi. Xoş gördük sizi. Əhvalınız necədir? Yaxşısınızmı? Mükəmməl, hər zamanki kimi, super. Arif bəy, ümumiyyətlə əvvəlcə oradan başlamaq istərdim ki, sizi bu sahəyə gətirən nə oldu? Ümumiyyətlə bu işi hardan başladınız? Avtomobil sahəsi, yəni deyirsiniz, bu uşaqlıqdan gələn bir həvəs idi məndə. Həmişə bahalı, rəngli, fərqli avtomobillərə baxırdım, düşünürdüm ki, nə vaxtsa məndə də olacaq, ya da məndə onun qarajı, tuning yeri, o vaxtı bir verilişlər var idi, DMX, Taçka na Prakaçku, bəlkə o vaxtı yadınıza düşər. Pis gündə avtomobilləri yığırdılar təzəyə və onun həvəsi ilə böyümüşdü də, hamımız uşaq idik. Mən xarici gəzəndən sonra bəzi ölkələrdə gördüm ki, o tendensiya çox gözəldir. Və dedim ki, onu Azərbaycana gətirmək lazımdır, fərqli, rəngli, qeyri-adi avtomobilləri. 2008-ci ildə şirkətimi yaratdım. Bugünkü gündə 12 ildən çoxdur işləyirik. Bəs şirkətdə əsas amil nəyə önəm verirsiniz? Əsas amiliniz nə olur? İş prinsipiniz necə başlayır? Mesela? İş prinsipi bugünkü gündə əsas dəqiqlik, düzgünlük və hər kəsdən fərqlənmək. Yəni biz bu işi başlayanda heç bir şirkət bu işi görmürdü. İlk biz başlamışıq body kitləri, vinilləri və s. işləri. Sonradan gördük ki, başqa şirkətlər də başlayıb onu elə. Biz keçirik, yəni onu eləməyə buraxmırıq. Amma daha yenilikə, daha fərqli bir şeylərə həmişə əl tuturuq. Bugünkü gündə də nə təzə çıxır, birinci Azar Tuningdə olur bizim yəni şirkətdə. Çalışırıq fərqlənək. Çünki insan bir yerdə dayanmamalıdır. Hər dəfə fərqli bir yerlərdən qeyri-adi gəlir nöqtələr olmalıdır və innovasiyalar var bugünkü gündə, yəni hər şey öz əlimizdədir, istəsək eləyə bilərik. Hazırda fəaliyyət göstərdiyiniz bazarda sizi digərlərindən fərqləndirən xüsusiyyət nədir? Bayaqki kimi dediyim, yəni fərqlilik, qeyri-adilik, qeyri-adilik, istərdim onu açasınız bizim üçün də. Ümumiyyətlə, fərqliliyi nədə görürsünüz, innovasiyaları necə yaradırsınız, kimdə nədir, məndə bu olsun, onu istirdim bizim üçün açasınız. Mən çalışıram bir yerdə dayanmayım, yəni hər dəfə doğrudan da yenilikləri atım, qeyri-fərqli işləri görək. Yəni Azərbaycanda ümumiyyətlə, müştəri gəlirsə yanımıza, tam bizə havalə edir öz avtomobilini ya da hansısa bir başqa ideya ilə gəlir. Deyir ki, mən sizə tam inanıram. Bilirəm ki, sizin komanda çox güclüdür, qeyri-adi fikriniz var, yəni görünüşünüz var. Sərgilərdə iştirak edirik. Qeyri-adi nə varsa çalışırıq ilk Azərbaycana biz onu gətirək. Və iş prinsipimiz odur ki, yəni seçilməyə qorxma. Yəni bugünkü gündə hamı Azərbaycana demək olar ki, ağ-qara avtomobil sürürdü. Bizim əlimizdən, bizim köyümüzdən fərqli avtomobillər çıxmaq başladı bizim rınıqa, bazara. Yəni qırmızı da olsun, bənövşəyi olsun. Mənim şəxsən bu avtomobilim məndə də bənövşəyidir. Bir neçə avtomobil hamı tanıyır ki, yəni əgər nə qədər qeyri-adi, fərqli Azərbaycanda avtomobillər varsa, bilirlər ki, Azartın işidir. Biznesinizdə son günlərdə qarşılaşdığınız ən böyük problem nə olub? Problemlər bitmir ki, Nuray xanım. Problemlər hər dəfə var, hər bir biznesmenin, yəni sahibkarın. Problem olmadısa həyatımız maraqsız olur. Yəni düşünün ki, həm maliyyə tərəfdən, həm bəzi sıxıntılar tərəfdən olur. Yəni arada bir, hər bir insanda, hər bir böyük işlərdə, yəni böyük baş ağrısı var. Yəni ümumiyyətlə nə qədər iş böyüyürsə, o qədər yəni çalışırıq avtomatizasiya eləyə əlbəttə ki, yəni ki, hər şey yolundan getsin, amma hər zaman alınmır. Bugünkü gündə hər bir sahibkarın problemi də var, sıxıntısı da var. Düzəldirik, əlləşirik, eləyirik, amma çalışırıq hər zaman ayaq üstə duraq, heç vaxt əlimizi salmayaq, irəli gedək. Yəni hər kəsə də, gənclərə də deyirəm ki, hər zaman özünüzə inanın ki, hər şey alınacaq, hər şey gözəl olacaq. Problem çıxıbsa, yəni o demək bir sınavdır. Yəni siz o sınavdan keçməlisiniz və inşallah uğurunuz irəlidə sizin olacaq. Bəs həyat motivasiyanızı hardan alırsınız? Sizdən çox böyük ruh yüksəkliyi və enerji aldım mən hazırda. Ümumiyyətlə mənə maraqlıdır. Həyat motivasiyasını hardan alır Arif bəy? Həyat motivasiyası həyatdan, gözəllikdən, bu gözəl təbiətdən, insanlardan, ətrafımızdan. Yəni inanın ki, bundan gözəl nə var həyatda? Yəni insan depressiya arada bir düşür. İnansınız ki, məndə də olur ki, heç nə eləmək istəmirəm, bezmişəm. Amma çox yox. Ən fazla bir gün, 2 gün o ki, çıxıram, bu gözəl dünyamızı görürəm, ətrafımızı, gözəl təbiəti, tez-tez işləyirəm, çalışıram, çıxım bir rayonlara, başqa bir yerlərə ki, oradan da, yəni bugünkü gündə insan nə istəsə, hər şey bacarar. Hər şey bizim öz əlimizdədir, buradadır. Yəni düşünün ki, bu beyin nə istəsə qadirdir.
Sadəcə sən onu düzgün istə və öz məqsədinə doğru getməlisən və o olacaq. Mən 2008-ci ildə bu işi başlayanda düşünün ki, kreditə girib o işi başlamışdım. Heç bir şeydən bugünkü gündə 10.000 manat pul götürüb o işi başladım. Bugünkü gündə 3 filialımız var. Dubayda yerimiz açılır. Bu dəqiqə Moskvada inşaat işi gedir və Made in Azərbaycan brendini dünyada tanıtmaq istəyirik. Bugünkü gündə indi neçə milyonluq şirkəti demirəm, amma böyük nailiyyətlərə çatmışıq. Bəs həyat statınız varmı sizin üçün? Hər hansı bir statı özünüzə rəhbər seçmisinizmi? Vallahi statlar çoxdur. Sırf mənə aid olan belə güclü bir şey yoxdur. Bizim şirkətin o vaxtı bir stat var idi, yəni zövq hər kəsdə yoxdur. Gəlin bizim yanımıza, biz sizi doğrudan da zövqlü və qeyri-adi avtomobillər yaradaq. Yəni, o bir gülməli bir stat idi, amma belə həyat statım ola bilər ki, nə bilim, hər zaman pozitiv ol, hər zaman gözəl enerji saç. Yəni, bu həyatda paylaşmalısan. Yəni, mən hər zaman ətrafımı, dostlarımı, işçilərimi çalışmışam ki, öyrədim, böyüdüm, yetişdirim. Bugünkü gündə yəni, neçə tuning şirkəti varsa Azərbaycanda, demək olar ki, bizim yetirmələrimizdir. Yəni, sən öyrətməsən, yeni qapı açılmayacaq sən həyatına. Yəni, bil ki, paylaşın, çalışın, nəsə eləyin, böyüdün, amma öz işinizi o qədər ideal, gözəl görməlisiniz ki, bizim ölkənin də adı qalxsın, bizim brenddən də, yəni, hamı deyir ki, Almaniya, İtalyanlar, belə ustaları var, Azərbaycanda düzəlsə o deyil. Nədən də yox, yəni, bizim də iki əlimiz var, onların da iki əli var. Bu keyfiyyəti biz də burada verə bilirik və bugünkü gündə veririk. Hətta kollaborasiya edirik Almaniya ustaları ilə, bəzi şirkətlərlə, dünya şöhrətli şirkətlərlə və Azart bu dəqiqə o yolla gedir. Bugünkü gündə 2025-ci ildir. Bizi Azərbaycanda hər kəs tanıyır. Dubayda tanımağa başlayıblar, Moskvada tanıyırlar və biz dünya səviyyəsində bir brendə çevirmək istəyirik ki, Made in Azərbaycan, yəni doğrudan da keyfiyyət, dəqiqlik və qeyri-adilik bizdədir. Siz biraz əvvəl qeyd etdiniz ki, insanları öyrətməyə çalışırsınız. Bəli. Ümumiyyətlə, Arif bəy üçün insanlarla ünsiyyət qurmaq, ümumiyyətlə insan yetişdirmək, əvvəlcə onu deyim ki, çox çətin bir işdir. Çox bacarıq, psixologiya, möhkəmliyi tələb eləyir insanı. Ümumiyyətlə, necə bacarırsınız sizcə? Böyük kollektivlə işləmək çətin olub. Yəni, həyat mənə elə öyrədib ki, get-gedə kollektiv böyüyüb, insanlar artıb və bizim yanımıza çox bir insanlar şagird kimi gəlib, tələbə kimi gəlib öyrənməyə və bugünkü gündə biz Azart Akademiya açmışıq. Azart Akademiyada fərqli kurslar verilir, fərqli işlər verilir, yəni hətta tuningi qoyaq qırağa, yəni ustalığı. Hətta bizdə dropshipping, Amazon kursları gedir, bizdə SMM-dir. Sonra bugünkü gündə Blogger School məktəbi, onu da yetişdiririk. Yəni bir neçə qolla fəaliyyət göstəririk. Yəni bugünkü gündə yəni, ümumiyyətlə mənim belə həyat prinsipim var ki, iş adamının, biznesmenin 5 yerdən gəlir olmalıdır ki, rahat yaşasın, rahat pul xərcləsin. Və biz də çalışırıq ki, daha da işlərimizi böyüdək, iş yerləri açaq, yetişdirək, yetirmələrimiz olsun, tələbələrimiz olsun və çalışırıq, paylaşırıq, nədən də yox. Sertifikatla da təmin edirik, gələcəkdə işlə də təmin edirik. Bu bizim borcumuzdur. Yəni, bizi kimsə öyrətməyibsə, özümüz öyrənmişik, amma çalışmışam hər zaman kimisə öyrədim. Bəs bu öyrənmə prosesi çətin olmadı sizin üçün? Öyrənmə prosesi mənim üçün çox çətin oldu. Çünki başım deyə-deyə, yıxıla-yıxıla mənə heç kim heç bir yolu göstərməyib. Yəni, oradan, buradan soruşa-soruşa, bilə-bilə, nəsə düzgün düzəltməyə. Amma öyrəndik. Mən isə istəyirəm, çalışıram, yəni insanlarla paylaşım və düzgün yolu ki, daha qısa mənim kimi əziyyət çəkməsinlər, daha qısa, daha gözəl bir yolla geçsinlər. Bəs sizcə əziyyət çəkmək insanı daha uğurlu yola aparmırmı? Əziyyət çəkmək öyrənməkdən söhbət gedirsə, nəsə o bir güclü əziyyət deyil. Amma bizi kimi biz hələ də əziyyət çəkirik. Hələ də təzə fərqli bir işlərə girişirik. Hələ də insan yəni əziyyət çəkmək kimi deyil. Bu mənə zövq verir. Hər bir insan həyatda öz sevdiyi işlə məşğul olanda əziyyət çəksə belə o bir xoş bir hisslərdir məncə. Mən öz sevdiyim işlə məşğul olmuşam. Yəni hər bir sahədə işləmişəm. Bugünkü gündə satıcı da olmuşam, internet klubda da işləmişəm. Bəlkə bizim verilişlərdən baxmısınız. 16 yaşımdan işləyirəm. Bugünkü gündə 37 yaşım var. Bir şirkət rəhbəriyəm. Daha yeni iş yerləri açırıq, fərqliyənmək istəyirik. Hələ də əziyyət çəkirik. Amma bizə xoşdur. Bu həyat yəni ümumiyyətlə əziyyət də olmasa, yəni deyirəm problemlər onlardan geri qorxmayasın. Belə bir stat var ki, əgər hansısa
problem pulla həll olunursa, o problem deyir. O rasxoddur. Yəni bilin ki, yəni hansısa rasxodunuz varsa, o problem deyir. Problemlər elə bir şeylər olur ki, hansı ki, çıxılmaz bir vəziyyətdəsən, amma onun da bir çıxış yolu var. Sadəcə düzgün beyni yönləndirmək lazımdır. Bəs o çıxılmaz vəziyyətlərdə Arif Zeyn özünə hansı yolu seçir? Sakit qalmağımı, yoxsa o problemlərin çözüm yolunu axtararaq gərginləşməyimi? Belə də olur, elə də olur. Yəni baxır vəziyyətə, baxır problemə, amma çalışırıq daha da. Mən səbirli insanım, sakit bir insanam, düşünürəm hansı bir çıxış yolu tapmaq lazımdır bu vəziyyətdən və insan doğrudan da tapır. Hər bir vəziyyətdən çıxış yolu var. Sadəcə sənin özündən asılıdır, fikrindən, beynindən sakitləşib bir çıxış yolu tapa bilirsən və qurban olaram Tanrıya. Hər zaman mənə kömək edib və elə bir yol açılıb, elə bir qapı açılıb ki, çox tez bir zamanda o problemi həll eləmişəm. Mən Arif bəyin ilham qaynağını öyrənmək istəyərdim. İlhamı hardan alır Arif bəy bu qədər uğur qazanmaqda? İlhamı alıram mənim qızımdan, ailəmdən, yaxınlarımdan. Düşünün ki, onlar sevinəndə, görəndə ki, mən irəli gedirəm, mən öndəyəm, mən nəsə bacarıramsa, onlar sevinirlər, o mənim üçün böyük bir gözəllikdir. Mən onunla qidalanıram. Həmçinin də mənim komandam, həm işçilərim, əzizlərim, onlar olmasaydı, yəni mən bu qədər qabağa getməzdim və biz birik, zəncirvari kimi bir-birimizə bağlıyıq, çalışırıq, həmişə dəstək olaq, bir olaq. O ki, mən sevinirəm ki, kimsə evinə çörək aparır mənim sayəmdə, bizim işimiz sayəndə. O gözəl bir işdir. Yəni çalışırıq daha da iş yerləri böyüdək, daha da böyüyək. Hamını sevindirək və ondan gözəl bir şey yoxdur. Məncə bu həyatda. Bəs son olaraq biznesmen kimi bu sahəyə atılmaq istəyən, öz biznesini qurmaq istəyən, ümumiyyətlə öz gələcəyində uğur qazanmaq istəyən gənclərə nə arzu edərdiniz, nə tövsiyə edərdiniz? Bu həyatda yəni bir yerdə durmayın. İstədiyiniz bir işlə məşğul olun dostlar. Doğrudan da nəsə istəyirsən, bu həyatda risk elə. Qabağa gedəcəksən inşallah, düzgün qaydada. Əgər sən möhkəm bir dəqiq biznes planın varsa, sən doğrudan da yəni qabağa gedə bilərsən. Heç vaxt düşünmə ki, məndə alınmaz. Heç vaxt düşünmə ki, bu gedməyəcək, bu alınmayacaq. Öz məqsədindən doğru get, istə və o olacaq. Bil ki, doğrudan da yəni ürəkdən istə. Ürəkdən istə, Tanrıdan istə, hərəkət elə, get qabağa və hər şey yaxşı olacaq. Təşəkkür edirəm Arif bəy, bizim üçün vaxt ayırdınız, studiyamıza kimi gəldiniz və bizimlə dəyərli fikirlərinizi bölüşdünüz. Təşəkkürlər, siz də sağ olun. Belə, əziz tamaşaçılar, verilişimiz sona çatdı. Sonda yaratdığı şəraitə görə Qraf Otelə təşəkkürlərimizi bildiririk. Yenidən görüşmək ümidi ilə sağ olun. Təşəkkürlər, sağ olun.